Xoş gördük hər birinizi, dəyərli YouTube kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva sizlərə çərçivə sənədinə yeni əlavə olunan Doktor Norman Webbin dərin bilik səviyyələri nəzəriyyəsi haqqında məlumat verəcəm. İlk olaraq nəzəriyyə ilə daha qısa şəkildə tanış olaq, yəni məlumatlanaq. Ondan sonra nəzəriyyənin bir neçə test sualı üzərində izahına baxaq. Əgər bu tipli videolarımızın davamlı olmasını istəyirsinizsə, mütləq şəkildə əməyi dəyərləndirərək kanala abunə olmağı, bildirimləri açmağı və videoları paylaşıb rəy yazmağı unutmayın. Dərslərimizə qoşulmaq istəyən müəllimlər üçün əlaqə nömrəsi qeyd olunub, götürə bilərsiniz. İlk olaraq biz sizinlə daha öncə tapşırıqları bölmək və sinifdə tapşırıqları şagirdlərin yaş və yaxud da ki, belə qeyd edək, öyrənmə səviyyələrinə uyğun tərtib etmək üçün idrak taksonomiyası, yəni Bloom'un taksonomiyasını öyrənmişdik. Gəlin görək, dərin bilik səviyyələri hansı mərhələlərdən ibarətdir və bunu necə biz tətbiq etməliyik? Dərin bilik səviyyələri xatırlama və yaxud da ki, təkrarda qeyd edirik bunu. Hansı bilik xüsusiyyətlərini daşıyır sizcə özündə? Təbii ki, deklarativ bilik. Düzdürmü? İkinci mərhələmiz bacarıq və anlayışlar, daha çox konseptual bilik və anlama mərhələsinin xüsusiyyətlərini özündə daşıyacaq. Üçüncü mərhələmiz strateji düşünmə, yəni strategiya ilə düşünmə. Burada biz metakognitiv biliyin xüsusiyyətlərini görə bilərik. Və dördüncü səviyyə genişləndirilmiş düşünmə. Genişləndirilmiş düşünmədə biz həm dəyərləndirmək mərhələsinin, həm yaratmaq mərhələsinin xüsusiyyətlərini görə bilərik. Dəyərləndirmək, yaratmaq mərhələsinin xüsusiyyətlərini, deməli, nə edə bilərik? Görə bilərik. Deməli, dərin bilik səviyyələri nəzəriyyəsi hansı hissələrdən ibarətdir? Xatırlama və yaxud da ki, təkrar, bacarıq və anlayışlar, strateji düşünmə, genişləndirilmiş düşünmə adlı 4 hissədən ibarətdir. Bura qədər hər şey gözəl. Davam edək. Gəlin indi bir-bir tanış olaq görək. Bu xatırlamaq mərhələsində, təkrar mərhələsində nədən söhbət gedir? İlk olaraq müəllimlər, xatırlamaq mərhələsi yaddaşdan məlumatı geri çağırmaqdır. Yəni mən xatırlamaq mərhələsində, əgər şagirdim xatırlamaq mərhələsindədirsə, informasiyanı geri çağırmaq üçün onu xatırlamalıyam. Əgər əvvəl bilirəmsə, daha öncə öyrənmişəmsə, geri çağırma prosesi daha asan baş tutacaq. Faktoloji bilik və bayaq dediyimiz kimi hansı mərhələ ilə sıx bağlıdır? Xatırlamaq. Nəyə dayanır? Əzbərə. Sonra termin, terminoloji bilik, spesifik bilik, təriflər, adlar, əzbər, hər biri hansı mərhələyə daxildir? Təbii ki, daxildir xatırlamaq mərhələsinə. Keçid edirik bu səviyyədə, yəni bu səviyyəyə, xatırlamaq səviyyəsinə aid olan misallar, yəni hansı fəaliyyətlər bura aid ola bilər? Deyirik ki, terminlərin, anlayışların və təriflərin əzbərdən deyilməsi. Bunu daha öncə vurğuladıq. Kim sualına cavab verə bilər, nə sualına, harda sualına, nə vaxt sualına cavab verə bilər. Məsələn, deyirəm ki, 1-ci Səfəvi Osmanlı müharibəsi zamanı orada Səfəvi hökmdarı və yaxud da ki, Osmanlı hökmdarı kimdir? Döyüş nə ilə nəticələndi? Harda baş vermişdi? Nə vaxt baş vermişdi? Deməli, bunların hər biri nəyə dayanır? Əzbərə dayanır. Əzbər, yadda saxlayırıq. Cədvəl, sxem, qısa mətn parçasından birbaşa məlumat tapa bilərik, köçürə bilərik. Yəni, hazır cədvəllər olsun, hazır sxemlər olsun, hazır mətn parçası olsun. Əgər mən bunlardan əzbər istifadə edirəmsə, bunu şagirddən əzbər tələb edirəmsə, hansı mərhələ olacaq? Xatırlama mərhələsi olacaq. Məsələn, sadə qaydaya uyğun bir addımı yerinə yetirmək, məlum formulu hesablama, yeri gələndə hətta biz vurma cədvəlini də və yaxud da ki, avtomatikləşmiş prosedural bilikləri bu mərhələyə aid edə bilərik bəzən. Həmişə deyil, amma bəzən aid edə bilərik. Deməli, xatırlama mərhələsi, təkrar mərhələsi müəllimlər nə ilə bağlı oldu? Təbii ki, əzbərlə bağlı oldu, deklarativ biliklə bağlı oldu. Hansı suallara cavab verir? Kim, nə, harda, nə vaxt? Keçid edirik növbəti
bacarıqlar və anlayışlar adlı ikinci bölməmizə. Bacarıqlar və anlayışlarda nədən söhbət gedir? Artıq burada nisbətən tətbiq etmə, nəyisə başa düşüb tətbiq etməklə bağlı xüsusiyyətlər görə bilərsiniz. Öyrəndiyi bacarıq və anlayışlardan istifadə edirlər. Biz burada idrak taksonomiyasının anlama səviyyəsini görə bilərik. Eyni zamanda bilik olaraq konseptual və prosedural biliyin nəyinə görə bilərik? Xüsusiyyətlərini görə bilərik. Məsələn, nəyisə təşkil etmək, müqayisə etmək, ümumiləşdirmək, bəzən qruplaşdırırıq, əlaqələndirmə bura daxil ola bilər. Bizim konseptual bilikdə istifadə etdiyimiz niyə? Məsələn, nəyisə səbəbini axtarıram ki, niyə baş verib? Niyə müasir dövrdə dünya müharibəsi baş vermir? Və yaxud da ki, niyə müasir dövrdə baş verən müharibələr öz gücünə görə digər dövrlərdən fərqlənir? Bax, niyə? Əgər səbəb axtarıramsa, bacarıq anlayışlara daxildir. Həmçinin prosedural biliyin necə sualı, hansı ardıcıllıqdan keçib, necə ardıcıllıqdan keçib, məsələn, balıq necə emal olunur? Çörək süfrəyə necə gətirilir? Hansı ardıcıllıqdan keçir? Bunlar artıq bacarıq və anlayışlar bölümünə daxildir. Sonra keçid edirik bu səviyyəyə aid bəs hansı misallar var? İki personajı və yaxud da ki, hadisəni anlayışı müqayisə. Deməli, müqayisələr hansı hissəyə aid oldu? Yadda saxlayırıq ki, anlayış və bacarıqlar hissəsinə daxildir. Gördüyümüz kimi bu dərin bilik səviyyələri nəzəriyyəsi hansı mövzuların üzərində qurulub? Təbii ki, idrak taksonomiyası və biliyin xüsusiyyətlərini burada sıx görürük. Yəni, mövzunu görəndə artıq belə deyim də, bəzən mən özüm də və yaxud da ki, siz də fikirləşirik ki, nə qədər mövzu əlavə olunub. Bəli, elədir, çox mövzu əlavə olunub, amma gördüyümüz kimi çətin mövzu deyil. Sonra hər hansı qısa mətnin, qrafikin, cədvəlin əsas ideyasını müəyyənləşdirmək. Bundan əvvəlki mərhələdə demişdik ki, qısa mətndən, cədvəldən, sxemdən hazır məlumat götürürəmsə, xatırlama təkrar mərhələsidir. Amma buradan əsas ideya müəyyənləşdirirsə, hətta burada təhlil etmək mərhələsinin xüsusiyyətini də görürük. Hansı mərhələnin? Təhlilin xüsusiyyətini də görürük. Əsas ideya müəyyənləşdirirsə, konseptual bilikdir, təhlil mərhələsidir. Qrafikə baxıb deyirəm ki, bu məlumat bizə nə deyir? Məsələn, coğrafiyada illik yağıntıların miqdarı göstərilib. Baxıb deyirəm ki, bu məlumat bizə nə deyir? İllik yağıntıların miqdarı bizə nə deyir? Və yaxud da ki, biologiyada baxa bilərəm, tarixdə öyrəndiyimiz faktlara baxa bilərəm ki, bu məlumat bizə nə deyir? Onun mahiyyətini açıb izah edirəmsə, açıqlayıramsa, bu hansı mərhələ olacaq? Təbii ki, bacarıq və anlama mərhələsinə daxil olacaq. Rutin olaraq riyazi məsələləri həll etməkdir. Şagird əgər qaydanı əzbər şəkildə bilirsə, düsturu əzbər şəkildə bilirsə, bir üst səviyyəyə aiddir. Məsələn, əvvəlki səviyyəyə, xatırlama mərhələsinə aiddirsə, lakin düzgün şəkildə həmin addımları ardıcıl, düzgün şəkildə yerinə yetirib, misalın cavabını almaq, məsələnin cavabını almaq, hər hansı bir problemi həll etmək, bu artıq ikinci səviyyədə aid olacaq. Daha çox niyə, necə sualları ilə bağlı olur. Qeyd etdiyimiz kimi, daha öncə də qeyd etdim ki, niyə konseptual biliyin sualıdır, necə prosedural biliyin sualıdır. Amma burada hələ arqument yoxdur. Yəni, biz əsaslandırma, bir arqument, dəyərləndirmə mərhələsinin xüsusiyyətini burada görmürük. Aydın oldu, xatırlamaq və təkrar mərhələsi, anlamaq və bacarıq mərhələsi. İndi gəlin görək, sonra bizə nə açılır? Üçüncü artıq strategiya ilə, strateji düşünmədir. Artıq yeni situasiyalara öyrəndiyin məlumatı sən əgər yeni situasiyaya uyğunlaşdırırsansa, bu strateji düşünmə mərhələsidir. Daha çox bizim dəyərləndirmək mərhələsi, yaratmaq mərhələsi ilə bağlıdır. Bilik olaraq dedik ki, hansı biliyin xüsusiyyətlərini biz burada görə bilərik? Təbii ki, metakognitiv biliyin xüsusiyyətini görə bilərəm. Məsələn, deyirəm ki, çirkli tullantını azaltmaq üçün real yolun düşünülməsi. Biz bunu strateji düşünməyə aid eləyə bilərik. Yəni, strategiya ilə düşünürsən, strateji bir yol fikirləşirsən. İndi gəlin, biraz daha genişləndirək. Strateji düşünmə, məsələn, fərqli mənbələri təhlil edərək
Arqument var artıq burada. Bundan əvvəlki mərhələlərdə xatırlamada dedik ki, əzbərdir. O birisində tətbiq edir, anlayır, izah edirsə, arqument yox idi. Artıq strateji düşünmədə biz arqument də gətirə bilirik. Məsələn, qrafikdən bir arqument, cədvəldən bir arqument, statistikadan bir arqument. Bu o deməkdir ki, artıq şagird tək bir mənbədə yox, bir neçə fərqli mənbədən bir ümumiləşdirib mənə arqument gətirir, onlara dayanır, bir əsaslı fikir qurur. Əgər əsaslı fikirdən, arqument, ortaya dəlil qoymaqdan, tənqidlikdən biz söhbət ediriksə, biz orada strateji düşünməni, strategiya ilə düşünməni axtara bilərik. Məsələn, öyrənilən mövzu əsasında araşdırma, sualı qurmaq və ona əsasən plan hazırlamaq, strategiya hazırlamaq. Yəni bu artıq plan qurmaq, cədvəl qurmaq, layihə qurmaq nə ilə bağlıdır? Strateji düşünmə. Və mərhələ olaraq idrak taksonomiyasının hansı mərhələsində biz bunu öyrənmişdik? Yaratmaq mərhələsində. Düzdürmü? Baxın, deyir layihə yaratmaq, anlayışları, müxtəlif anlayışları birləşdirən layihə yarat, təqdimat yarat, geniş yazı işi yarat. Bir növ burada təkrarlayıram yenə hansı mərhələnin xüsusiyyətini görürük? Yaratmaq mərhələsinin xüsusiyyətini görürük müəllimlər. Tanış qayda, prinsipləri əvvəldən verilməyən hər hansı bir situasiyaya tətbiq etmək. Bu seçimin niyə uyğun olduğunu əsaslandırırsan ki, mən məsələn burada bu misalda bu metoddan istifadə etdim. Nəyə görə bu metoddan istifadə etdim və aldığım nəticə də göz önündədir, düzdürmü? Bu artıq deməli hansı mərhələyə aid oldu? Strateji düşünmə. Yəni sadə dildə desəm, yeni problemləri həll etmək üçün mövcud olan biliyi tətbiq edirsən, düzdür, bu öz yerində. Amma həmin tətbiq etdiyin strategiyanın məqsədə uyğun olduğunu sübut etmək. Məsələn, bundan əvvəlki mərhələdə sübut edə bilmirsən də ki, niyə məqsədə uyğun budur. Anlamaq mərhələsində bu yoxdur. Xatırlama zaten əzbərə dayanır. Amma burada mən istifadə elədiyim metodu deyirəm, test metodundan istifadə eləmişəm. Buna görə ki, test öyrənməni möhkəmləndirir. Və yaxud da ki, bu düsturdan istifadə eləyirəm, digər qaydadan istifadə eləmədim. Çünki bu daha effektlidir. Niyəsini sən əsaslandırırsan. Çünki daha tez nəticə alıram, daha lakonik nəticə alıram və s. və s. Bu öz yerində. Sonra müəllimlər. Və ən sonuncu genişləndirilmiş düşünmədir. Genişləndirilmiş düşüncədə də yenə də burada siz tənqidi yaradıcı düşüncənin xüsusiyyətlərini görə bilərsiniz. Amma strateji düşünmədən fərqli olaraq burada proses genişlənir. Ən üst səviyyəyə gəlib çıxır. Gəlin baxaq görək burada nədən bəhs olunur. Genişləndirilmiş düşünmə, məsələn deyirəm, hətta bax təhlil xüsusiyyətləri burada da var. Müxtəlif mənbədən topladığı məlumatları dərin təhlil edir. Bir vaxt sadə təhlil eləyəsən. Bir də var dərindən. Dib bucaq, didik-didik eləyəsən. Bax, o didik-didik eləmək genişləndirilmiş düşünməyə aiddir. Məlumatlar inteqrasiya olunur. İnteqrasiya olmaq daha çox fənn üstü inteqrasiyanı biz nümunə götürə bilərik. Ayrı-ayrı bilikləri konkretləşdirib vahid bir sistemə, vahidliyə gətirirsən. Öz mövqeyini arqumentlə əsaslandır. Bax, burada da arqument var. Deyirəm ki, işi mərhələlər üzrə planlaşdırır, icra zamanı yenidən baxır, düzəliş edib təkmilləşdirir. Bax, orada yaratmaq var idi. Amma artıq burada tətbiq elədiyini, yaratdığın bir şey. Baxırsan, görək hər hansı orada ola bilər ki, səhv eləmişəm. O səhvini də işin icrası zamanı təkmilləşdirirsən. Məsələn, necə iPhone-larda 17-ni buraxdılar, sonra nə bilim onun Pro-su var, Pro Max-ı var, düzdürmü? Təkmilləşdirirlər də, daha təkmilləşmiş versiya. Bu da genişləndirilmiş düşüncəyə aiddir. Hər il yeni modellər ön plana çıxır. Bunun biz deməli müəllimlər mövzu hissəsi ilə tanış olduq. İndi mən bunun testlərini sizə açacağam. Test üzərində baxaq. Gəlin indi qısa birinci səviyyəyə uyğun suallara baxaq. Daha sonra bizim biraz çətinləşdirilmiş tipli test tapşırıqlarımıza diqqətinizə çatdırılacaq. İlk olaraq tarix müəllimi şagirdlərdən yalnız hadisənin baş verdiyi ili deməyi. Baxın, sadə bil, yalnız hadisənin baş verdiyi ili deyirəmsə, bu yaddaşdan hazır biliyi çağırmaqdır. Yəni əzbər. Əzbər nə ilə bağlı olacaq? Xatırlama və təkrarla. Nə ilə bağlı oldu? Əzbər. İlk olaraq sadə nümunələr üzərində öyrənirik.
Sonra 2. Müəllim 19-cu əsrdə aparılan islahatların nəticələrini izah etməyi tapşırır. Əgər izahdan söhbət gedirsə, müəllimlər nəyinsə nəticəsini, səbəbini izah edirəmsə, aydınlaşdırıramsa, ümumiləşdirirəmsə, bu artıq onu başa düşdüyüm anlayışın bacarığa keçməyidir. Yəni ikinci səviyyəmizdir. Sonra üçüncü sualda keçirik nəyə? Burada deməli şagirdlərə iki mənbə verilib, iki mənbədən hansının daha etibarlı olduğunu araşdırıram. Yəni qarşılaşdırıramsa, bu hansı düşünmə olacaq? Strateji düşünmə. Çünki strateji düşünmədə biz hər hansı mənbə ola bilər və yaxud da hər hansı bir məlumat ola bilər, istifadə etdiyimiz düstur ola bilər, qayda ola bilər. Hansının daha effektli olduğunu, daha yaxşı olduğunu əsaslandırıramsa, bu strateji düşünmə addımıdır. Sonra dördüncü sualda müəllim 19-cu əsrdə deməli Azərbaycanın, daha doğrusu 20-ci əsrdə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı bir layihə işi tapşırılır. Ümumiyyətlə layihə üzərində iş gedirsə, layihə üzərində təkmilləşdirmədən söhbət gedirsə, bunu genişləndirilmiş düşünmə götürə bilərsiniz. Çünki 20-ci əsr Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı layihə işindən söhbət gedir. Layihə işləri daha çox işlənir. Nə ilə? Genişləndirilmiş düşünmə ilə. Yenə də situasiyalarda diqqətli olmağınızı məsləhət görürəm. Deməli, növbəti sual şagirdlərdən tarix anlayışının tərifini olduğu kimi də, yəni yaddaşdakı hazır məlumata biz müraciət edirik. Yəni yaddaşdan geri çağırırıq. Yaddaşdan geri çağırılırsa xatırlama mərhələsidir, təkrar mərhələsidir. Sonra 6-cı sualda bizdən nə soruşulur? 6-cı sualda bizdən soruşulur. Müəllim soruşur ki, bu islahat həyata keçirilməsəydi hansı nəticələr yaranardı? Yəni əgər sən bunu əsaslandırırsansa, nəticəni öncədən deyirəm ki, məsələn, kəndli islahatı həyata keçirilməsəydi, hansı 1847-ci ildə kəndli islahatı həyata keçirilməsəydi, hansı nəticələr yarana bilərdi? Yəni əsaslandırırsan, nəticəni qeyd edirsənsə, biz bunu hansı düşünmədə qeyd etmişdik? Strategiya ilə düşünmə, strateji düşünmə. Sonra 7. Şagirdlər xəritədə dövlətlərin yerləşdiyi yeri göstərirlərsə, əzbərdir də, əzbər göstərirəmsə hansı düşünmə olacaq? Təbii ki, xatırlama və təkrar mərhələsi. Sonra 8-də, indi siz deyin görün, müəllim iki tarixi dövrü müqayisə etməyə tapşırırsa, əgər mən iki dövrü müqayisə edirəmsə, hansı mərhələ olacaq? Təbii ki, anlama və bacarıq. Müqayisədən söhbət gedirsə, anlama və bacarıq mərhələsini qeyd edə bilərəm. Sonra 9-da nə deyir? Şagirdlər açıq sualı arqumentlə cavablandırırlar. Arqument varsa, arqumenti əsaslanıramsa, bu strateji düşünmədir. Əgər arqumenti əsaslanandan sonra istifadə etdiyim yolu daha da təkmilləşdirirəmsə, hansı düşünməkdir? O da genişlənmiş düşünməkdir. Sonuncu sualımız, deməli, sual 10-dur. 10-cu sualda bunlar möhkəmləndirmə sualları adlanır. 10-cu sualda da müəllim yalnız doğru yanlış tipli suallardan istifadə edir. Bunu da dediyim qaydaya uyğun olaraq sonuncu sualı siz cavablandıracaqsınız. Və mən videonun rəy bölümündə doğru yazılan cavabları bəyənəcəm. İzahımız bu qədər. Əgər yenə də hər hansı bir sualınız olarsa, rəy bölümündə yazmağı unutmayın.